Yaşadığın həyatdan nə dərəcədə məmnunsan və yaxud da hal-hazırda xoşbəxtsənmi? Bunu o gün mənə Instagramda bir xanım yazmışdı. Ümumi qadınlar adına belə bir cümlə qurmaq istəyirəm. Bəlkə də çoxsu mənə tənqid bildirəcək. Bəlkə də çoxsunun ürəyindən olacaq bu cümləm. Amma ki, heç bir xanım xoşbəxt olmadığı yerdə uşağına xatir də olsa dözüb qalmır. Axır əvvəl bir gün nə vaxtsa onu sonlandırır və nöqtəsini qoyur. Heç bir qadın heç vaxt xoşbəxtlik üçün özünü əzdirməz, özünü əydirməz. Qadın güclü məxluqdur, güclü varlıqdır. Qadın hər şeyin öhdəsindən tək də gələ bilər, çalışa da bilər, kirayədə də qala bilər, ayağı üstündə dura da bilər, namusu ilə, qeyrəti ilə yaşaya da bilər. Və qaldı ki, mənə sən xoşbəxtsənmi? Dediyim kimi, qadını heç kim məcbur xoşbəxt olmadığı yerdə saxlaya bilməz. Mən bugünkü gün bütün xəyallarıma artıq addım-addım çatmışam. Niyə? Çünki dəstəkçim yoldaşımdır. Mən isə evdən oturub çalışıb pulumu qazanıb arzularımı reallaşdırıram. Həm yoldaşımın, həm öz köməyimlə. Sən də evdən oturub pul qazanmaq istəyirsənsə, qeydiyyat dərdi çəkməmək, qeydiyyat gətirmədən pul qazanmaq istəyirsənsə, əlaqə nömrəmə yazmağı unutma və takib et, sən də rəyini bildir.